Bugün biz digər kanallarda görürük ki, Muaviyə haqqında nəsə həqiqi bir hədislər paylaşıldığı zaman bu bəzi ortaya düşmüş Ümeyyə kimi əsl olmayan şəxslər, özünə müsəlman deyən şəxslər başlayırlar Muaviyə haqqında rəy bölmələrində şərh yazmaya ki, misal, Peyğəmbərin Muaviyə haqqında hədisləri var. Onlardan biri budur ki, Peyğəmbər buyurur ki, əgər Muaviyyəni minbərimin üzərində görsəniz, onu öldürün, əmr eləyir. Bu hədisi biz paylaşanda təəssüflər olsun ki, onlar təcili olaraq rəydə belə yazırlar. Məgər Peyğəmbər Muaviyyədən qabaq dünyasını dəyişməmişdirmi? O necə deyə bilər axı o sözü? Və yaxud da digər bir hədisdə məşhurdur Əhlüsünnə və Şiə tərəfindən bayaq qeyd etdiyim hədis də həmçinin məşhurdur iki məzhəb arasında ki, Peyğəmbər buyurur ki, Muaviyyə